Deməli 5 yaşında daha bir hipospadiya olan pasiyentimizdir. Yanlışlıqla sünnət ediblər. Hipospadiya olan uşaqları sünnət etmək olmaz. Bu sünnət dərsi ki var, bəzən əməliyyat vaxtı lazım olur. Bəzi hallarda düz lazım olmur, amma yenə də sünnət etmək olmaz. Bunu bir əməliyyatla həm hipospadiyanın bərpası, həm də sünnəti yekun hala gətirmək lazımdır. Pasiyent subkoronar forma hipospadiyadır, yəni kanalın uc hissəsində deyil, başın alt hissəsinə bir nahiyyə açılır. İndi uretroplastika əməliyyatı ilə kanalı tam ucuna qədər yığacağıq. Təşəkkürlər. Uretra kanalı, sidik kanalının ucuna qədər təxmini 1 sm ölçündə yaratmışıq, uzatmışıq, tikmişik. Subkoronardan uc hissəyə qədər tikdik. İndi üzərinə qat-qat toxmalar gətirəcək ki, kanal möhkəm olsun, sonra da sızma falan verməsin. Deməli, sidik kanalı subkoronar hissədən, yəni baş hissədən biraz aşağı idi, uc hissəyə qədər yığıldı, təxmini 1 sm ölçüdən kanal formalaşdırdıq. İndi kanalın üzərinə penisin üst tərəfindən və alt tərəfindən toxmalar gətirib qat-qat möhkəmləndirəcəyik ki, gələcəkdə sızma halları da olmasın. Deməli, arxa tərəfdən dorzal filet köçürüldü kanalın üzərinə, indi glansla yaxınlaşdıracaq. Əməliyyat yekunlaşdırılacaq. Və əməliyyatımız yekunlaşdı. Kanal bu hissədən, subkoronar nahiyədən biz ucuna qədər yığıldı.